Tamam. Ceyhan. Ha. Siz məruz edin artıq. Başlayayım doktor. Ondan başlayabiliriz. Tamam. Tekrardan hamını salamlayıram və vaxt ayırıb bu yorğun bir günün ardından vaxt ayırdığınız üçün və ümid eləyirəm ki, sizlərə faydalı bir məlumatlar çatdıracağım üçün çox şanslıyam. İlk öncə mən hamıdan öncə Azər doktora öz dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki mən hər zaman deyirəm, Azər doktor sadəcə bir doktor yoldaşımız, kolleqamız deyil, həm çox yaxşı insandır, çox yaxşı atadır, çox yaxşı qardaşdır, çox yaxşı dostdur. Yəni hər şeydən önəmli, çox yaxşı bir insandır. Mən hamının qarşısında Azər doktora baş əyərəkdən minnətdarlığımı Çok, bildirmək istəyirəm. çok Hər sağ ol. zaman hər bir məsələdə çalışır ki, ətrafındakı insanlara kömək göstərsin. Bunun üçün də mən ayrıca təşəkkür edirəm. Bizim Azər doktorla tanışlığımız mən Gülhanədə tələbə olan zamanı Gülhanə Hərbi Tibb Akademiyasında Azər doktor oraya uzmanlığa gəlmişdi. Oradan tanışlığımız var. Yəni 20 ilə yaxınlar, bəlkə də daha çox. Belə təkrardan təşəkkür edirəm və mən məruzəmə başlamaq istəyirəm. Hepatit C virusunun müasir müalicəsində ən son baxışlar nələrdir? Onlara bir nəzər salsaq, burada qaraciyərin normal epidemiologiyasına, tarixçəsinə bu slaytlar içərisində kəskin hepatit C virusu, xroniki hepatit C virusu müalicəmiz və müalicə sonrasında yəni bəzi xəstələrimiz əfsuslar olsun ki, müalicəyə cavab vermirlər. O xəstələrdə biz nə etməliyik? Onlara toxunmaq üzrə mən slaytlarımda məlumatları əks etdirəcəyəm. Xəstəliyin aktuallığına baxdıqda 1 milyarddan çox insanda hepatit C və B virusunun var olduğu, pozitiv olduğunu hesab edirik. Bunların təxminən 25%-də ifadəli fibroz və ya sirroz inkişaf etməkdədir. Azərbaycanda əhalinin təxmin olaraqdan hər 12 nəfərdən birində hər hansı bir hepatit markerının pozitiv olması güman olunur. Bizim Azərbaycan Gastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin, hansı ki Azər doktorumuz da və mən də orada aktiv üzvəm və mən o Azərbaycan Gastroenteroloqlar, Hepatoloqlar İctimai Birliyinin təsisçilərindən birisi və ya mən gələn sekreteram. Bu Gülnari xanımın apardığı bir tədqiqatdır və burada da görə bilərsiniz ki, əfsuslar olsun ki, Azərbaycanda da az sayıda deyil, bir çox sayıda hepatit B və C virusunun pozitivliyi görülmüşdür və ən çox aşkar olunan Ağdaş, Lənkəran, Bakı olaraq sıralanmaqdadır. Şəmkir, Gəncədə daha çox aparılan yəni müayinələr, test nəticələri markerların pozitivliyini bu şəkildə bizə yansıtmaqdadır. Xəstəliyin aktuallığına nəzər salsaq, hepatit C virusu cəmiyyət arasında necə özünü biruzə verə bilər? 20% xəstələrdə kəskin hepatit, 80% xəstələrin xronikləşməsi, sonunda xroniki hepatitlərin, daha sonra bu xroniki hepatitlərin 40%-də son mərhələli qaraciyər sirozlarının ortaya çıxma riski var və bu qaraciyər sirozlu xəstələrin də 60%-də hepatosellər karsinomanın ortaya çıxması və bu hepatosellər karsinomalı xəstələrin də 20-30%-nin qaraciyər transplantasiyasının namizəd olduğu göstərilmişdir və bu da hepatit C virusunun cəmiyyətə olan təsirinin səbəbləridir. Hepatit C virusunun strukturuna baxsaq, xarici qişa, RNT genomu və nukleokapsid olaraqdan görülməkdədir. Ötürülmə yolları hamımız çox yaxşı bilirik. Hepatit C virusu haqqında illərdir müzakirələr, konferanslar, çıxışlar aparılır, olunur. Ona görə də hepatit C virusu haqqında hamımızın yaxşı məlumatlı olduğunu düşünürəm. Və ötürülmə yolları təbii ki, vena daxilinə narkotik maddə istifadə edənlərin eyni şprisdən istifadə etməsi yolu ilə ülgüc, manikür alətləri, diş fırçalarının birgə istifadəsi, piercing, tatuaj kimi tibbi olaraqdan yoluxmuş qan və qan preparatlarının transfuziyası nəticəsində yoluxmalar vardır. İnvaziv diaqnostik prosedurlar ola bilər və qeyri-steril alətlərlə aparılan cərrahi müdaxilələr
o cümlədən stomatoloji kabinetlərdə də biz bu virusun yayıldığını aşkarlaya bilərik. İnternatal olaraqdan yoluxmaların olduğunu aşkarlaya bilərik. Koinfeksiyon zamanı da hepatit C virusunun anadan uşağa ötürülmə riski vardır və bu risk də 20%-ə qədər artmaqdadır. Cinsi yollarla yoluxması mümkündür. Biz bunları kitablardan oxuyuruq. Misal üçün, mənim öz pasiyentlərim arasında mən sadəcə bir xəstədə görmüşdüm. Həm yoldaşımda, həm xanımda hepatit C virusunun pozitiv olması. Başqa ailələrdə də vardı belə bir şeylər, amma onların genotipləri fərqli idi. Bunlarda isə hər ikisində də 1B olduğuna görə düşündüm ki, cinsi yolla ailə daxili bulaşmadan söz konusu, yəni bulaşma vardır. Dünyada hepatit C viruslarının yoluxması, doktor, siz bu virusu bu slaytı ilerlədə bilirsiniz yoxsa? Yox, Rəqsan xanım, özünüz iradım. Çünki buradan getmək lazımdır. Bir slayt açıqlanmalıdır, amma Siz tam ekran eləmişsiniz. tam ekran. Yoxdur, belə davam edeyim. Amma burada slaytın açıqlaması var, ona görə vurğulamam istədiyi yer var. Maalesef, ola bilər iPad-in problemidir. Siz davam edin. Çox üzr istəyirəm, mən o zaman buradan bir çıxım. Səsli olaraqdan o zaman mən virusun slaytın üstündən keçəcəyəm, üzr istəyirəm. Dünyada hepatit C virusunun yayılması ən çox bütün dünyada görülməkdədir. Bundan başqa, bir dəqiqə mən bütün ekran necə görünə bilər, onu bir yoxlamaya çalışacağım. iPad-də mən bunu tapa bilmədim. Əgər bilən varsa, bəlkə... Yox, davam edeyim belə. Çünki slayt boş qalacaq. Çünki iləriki slaytlarda da bir şeylər olmalıdır, doktor. Neysə, o zaman mən səsli olaraq səsləndirmə ilə gedərəm. Təbii ki, dünyada, bütün dünyanın hər yerində hepatit C virusunun yayılması görülməkdədir və bundan sonraki slaytda ən çox bizim qarşımıza gələn 1-ci və 3-cü genotiplərdir. Bütün dünyada yayılmaqdadır. Təbii ki, 4-cü genotip və 5-ci genotip Afrikada daha çox özünü göstərməkdədir. 5-ci genotip Cənubi, bu 5-ci olan yer Cənubi Afrika olaraqdan qarşımıza gəlir. Və təbii ki, 4-cü genotip Afrikada və Ərəb ölkələrində daha sıx qarşımıza gəlməkdədir. Hepatit C virusunun progresivləşməsi bizim üçün nəyə görə önəm arz etməkdədir? Çünki bu progresivləşmə iki türlü olmaqdadır. Ləng olaraqdan progresivləşmə və sürətli progresivləşməni biz görürük. Ləng progresivləşmədə qadın cinsinin olması, cavan yaş dövrünün olması bu prosesin daha yavaş olaraqdan dekompansiya qaraciyər sirozunun daha yavaş ilərləməsinə səbəb olur. Amma əfsuslar olsun ki, sürətli progresivləşmədə yoluxmadan 20 il sonra əgər bu xəstədə hepatit C pozitiv olan xəstədə alkoqol istifadəsi ilə yanaşı, bir də koinfeksiyon HIV virus infeksiyası varsa və ya hepatit B virus koinfeksiyonu varsa, bu tür xəstələrdə progresivləşmə daha aqressiv olaraqdan gedəcək və dekompansiya qaraciyər sirozu ləng gedən progresivləşmə ilə münasibətdə, yəni qiyaslamada, daha doğrusu 20 il sonra sürətli şəkildə ortaya çıxan progresivləşmədə dekompansiya qaraciyər sirozu daha sürətli zamanda müqayisə etsək, daha qısa zamanda ortaya çıxmaqdadır. Əgər hepatit C virusu yoluxdu və xəstədə normal qaraciyərdən kəskin infeksiya, normal qaraciyər hepatit C virusuna yoluxdu xəstə, kəskin infeksiya ilə qarşılaşacaq. Kəskin infeksiyadan 20% xəstələr hepatit C virusunun
sağala bilər. 80% xəstələr isə xroniki infeksiya olaraqdan, xronikləşərəkdən davam edəcək xəstəlik. Daha sonra bu xroniki infeksiya, xroniki hepatit olaraqdan bu xroniki hepatitli xəstələrin 20%-i sirozla qarşımıza gələcəkdir. Bu 20% sirozlu xəstələrin yenə təxmini 20%-i dekompensasiyaya məruz qalacaqdır. 1-5%-i hepatosellər karsinoma ilə qarşımıza gələcək və ya ləng olaraqdan proqresivləşmə təxmini 75% civarında görülməkdədir sirozlu xəstələrdə. Ona görə də son zamanlarda bizim qarşımıza gələn pasientlərdə sıx olaraqdan gördüyümüz hepatosellər karsinomanın bir növü üstü örtülü şəkildə ləng proqresivləşmə gedir. Xəstə bir şey ciddi, təbii ki, şikayətləri var, amma ciddi bir şəkildə bunun xərçəngə dönüşəcəyinin fərqində olmadan o şəkildə sirozla bərabər gəzir. Ən sonda hepatosellər karsinoma olduğunu çox iləri şəkildə ağırlaşdığı zamanı öyrənir. Təbii ki, xroniki hepatit də xəstələrdə var olan bəzi xəstələr hamısı bu şəkildə getməyəcək. Bu xəstələrin 80%-i də stabil olaraqdan həyatlarına davam edəcəklər. Burada bu şəkildə az öncə sadaladıqlarımı açıqlama şəklində verməkdədir. Virus hepatitlərinin növləri hepatit A-da kesinliklə və G-də kesinliklə xronikləşmə görülməmişdir, yoxdur. Hepatit B virusunda 5-10%-dir xronikləşmə. Hepatit C virusunda isə 80%-in üstündə kəskin formadan xroniki formaya çevrilmə görülməkdədir. Xroniki hepatit C virusunun simptomları nələrdir? Virusun simptomları qaraciyərin mülayim böyüməsi, ALT, AST dəyərlərinin, yəni qaraciyər transaminazlarının 2-3 dəfə artması, səbəbsiz yorğunluğun ortaya çıxması, davamlı immun zəifliyin olması, əmək qabiliyyətinin azalması, yuxunun pozulması, sağ qabırğa altı nahiyədə küt ağrılar və ağırlıq hissinin olması simptomları varlığını göstərməkdədir. Yəni, belə olan xəstədə təbii ki, başqa xəstəlikləri də göz ardı etməməliyik, amma hepatit C virusundan da xəstəni mütləq və mütləq yoxlamalıyıq. Bir də qaraciyərə məxsus təzahürlərimiz var, problemləri, simptomlarımız var. Bundan başqa qaraciyərdən kənar təzahürlərlə də biz qarşılaşmaqdayıq. Bunlar da kriobilionemiyadır, məsələ likem planusdur, limfomadır, kardiovaskulyar problemlərdir, tip 2 diabetin ortaya çıxması, glomerulonefritin ortaya çıxması, korneal ülserasyonlarda da hepatit C virusunun kənar təzahürləri olaraqdan qarşımıza gəlməkdədir. Hepatit C virusunun eradikasiyasında məqsədimiz slaydlarda belə, yəni bir uyğunsuzluq var, nə baxımından, yəni görüntünün üzərində işarələr var. Bunlar mən sizdən hamınızdan üzr istəyirəm. iPad-dən bağlandım, ona görə belə bir problemlə üzləşdik. Çox üzr istəyirəm. Səsli olaraqdan digər kompüterdən mən yansıtmağa çalışıram. Həyat keyfiyyəti, burada hepatit C virusunu eradikasiya etməkdə məqsədimiz pasientin həyat fəaliyyətinin yaxşılaşdırılmasıdır, fibrozun yaxşılaşmasıdır, ölüm oranının və qaraciyərə bağlı olan ölüm oranının azaldılmasıdır, ürək-damar problemlərinin azaldılmasıdır, siroz olan xəstələrdə sirozun 40%-ə qədərinin geriləməsidir məqsədimiz. Hepatosellər karsinomanın qarşısını, bu riskin qarşısını almaq məqsədi ilə mütləq və mütləq nəzarətdə saxlamalıyıq belə xəstələri. Dekompansiya olunmuş xəstələrdə isə MELT və Child-Pugh skoruna görə xəstəni dəyərləndirib, əgər gərək olursa transplantasiya üçün xəstələri hazırlamalıyıq.
Diaqnostikada biz nədən istifadə edirik? Təbii ki, diaqnostikada İFA üsulu bizim üçün çox önəmlidir. Kart testlə yanlış negativ ya da yanlış pozitiv sonuçla biz qarşılaşa bilərik. Ona görə İFA bizim üçün həm qiymət baxımından, həm daha həssaslıq baxımından, çox daha spesifik baxımından daha vacibdir. Əgər İFA pozitivliyi varsa, PCR analizi RNT-ni aşkarlayır və 96-100%-ə qədər həssaslığı, 99%-dən çox isə spesifikliyi mövcuddur. Ona görə PCR analizini mütləq İFA pozitivliyi gələn xəstələrdə yoxlamalıyıq. Fibrozun təyinini fibroskan, yəni qeyri-invaziv yolla fibroskan və ya elastometriya ilə fibrozun səviyyəsini təyin edə bilərik. Fibro test ilə təyin edə bilərik, yəni FIB4 ilə və ya invaziv metod olan qaraciyər biopsiyası ilə biz fibroz dəyərini ölçə bilərik. Müalicəyə olan göstərişlər nələrdir? Əgər kəskin hepatit C virusu varsa, xronik hepatit C virusu xəstə varsa, yəni belə xəstələrdə ALT-də normal ola bilər. Yəni bəzən mənim qarşıma ALT-si normal olan, amma başqa bir həkim kolleqamızın müalicəyə başlamadığı xronik hepatit C viruslu xəstələr PCR virusunun, RNT-nin, PCR RNA-nın yük sayısı az gəlsə də bu həkim kolleqamız müalicəyə başlamağı gərək görməyib, amma xəstə mənə gəldi və bu xəstələr ALT normal olsa da mütləq və mütləq virusun yük sayısı az olsa da bu xəstələr də mütləq və mütləq müalicə olunmalıdır. Kompansiya mərhələsində olan qaraciyər sirozlu olan xəstələr mütləq dekompansiya olunmuş qaraciyər xəstələri, qaraciyər transplantasiyası namizədə olan xəstələr mütləq və mütləq müalicə almaqdadır. Yəni hepatit C virusu pozitiv olan bütün xəstələr, PCR pozitiv olan bütün xəstələr virus əleyhinə müalicə almalıdır və bu xəstələr müalicəyə namizəddir. Müalicədə məqsədimiz az öncə vurğuladığım kimi eradikasiya etməkdir, eradikasiyaya nail olmaqdır, proqresivləşmənin qarşısını almaqdır, qaraciyərin histoloji quruluşunu yaxşılaşdırmaqdır məqsədimiz, qaraciyər çatışmazlığı riskini azaltmaqdır, hepatosellər karsinoma riskini azaldıb və pasientin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Virus əleyhinə müalicələrin tarixçəsinə baxsaq, 1986-cı ildə interferonlar, klassik interferonlarla başlanıldı. Daha sonra 98-ci ildə klassik interferona ribavirinlər əlavə olundu. 2011-ci ildə peglə interferon, 2002-ci ildə peglə interferona başlanıldı ribavirinlə bərabər. 2011-də isə 2013-cü ilə qədər bizim üçün üz qarası olan iki preparat piyasaya çıxdı. Boceprevir və telaprevir. Onlar da ciddi şəkildə hemolitik anemi və kəskin böyrək çatışmazlığı problemi ilə xəstələr üzləşdiyi üçün piyasadan geri çəkildi. FDA geri çəkilməsi üçün sertifikasını ləğv etdi. 2014-cü ildən sonra yeni müalicələr ortaya çıxdı və 2014-cü ildən sonra yeni baxışlar nələr oldu və bu baxışlar bizə nəyi qazandırdı? Təbii ki, interferonsuz müalicələrin olması bizim üçün sevindirici bir haldır. Çünki hamımız yaxşı bilirik ki, interferon olan pasientlərdə çox ciddi şəkildə problemlər ortaya çıxmaqdaydı. Daha sonra genotipi biz öncədən genotipə görə müalicənin müddətini və növünü təyin ediriksə, amma indi genotipə fərqi olmadan müalicəyə başlayırıq. Qısa müalicə müddəti öncəki müalicələrdə 24 həftə, 48 həftəlik, bəzən 72 həftəyə qədər uzanan müalicələrdən istifadə edirdik. Amma indi isə qısa müalicə müddəti ilə biz xəstələrimizi sağlamlığına qovuşdura bilirik. Yüksək tolerantlığın olması bizim üçün xəstələrə bir avantaj tətbiq etməmizdə faydalı bizə yarar sağladı. Kiçik dozalarda biz xəstələri kiçik dozalarla müalicə edə bilirik.
və minimal rezistentlik var və bu minimal rezistentlik də çox nadirən 0,1% xəstələrdə gördüyümüz problemlərdir. Yəni burada ideal şərtləri nə olmalıdır? Virus əleyhinə vasitələrin ideal şərtləri yüksək effektivliyi olmasıdır, ağızdan qəbulun olmasıdır, sadə rejimli şəkildə qəbul olunmasıdır, genotipindən asılı olmayaraqdan müalicə aparılmalıdır, asan şəkildə dozalanmanın olmasıdır, ən önəmlisi təhlükəsiz olmalıdır. Yəni yanaşı olaraqdan başqa problemlər pasientlər o yanaşı fəsadlarla üzləşməməlidir. Bu da 2014-cü ildən sonraki çıxan virus əleyhinə direct acting antiviral dərmanlar, yəni direkt etkili antiviral dərmanlarla biz bu nailiyyətləri çata bildik. Yəni təbii ki, ribavirin bəzi hallarda istifadə oluna bilər. Ribavirinsiz müalicələr təbii ki, daha çox istifadə edirik və bunların arasında Azərbaycanda olmayan dərmanlar var, əfsuslar olsun ki, yəni bu dərmanlardan da biz çalışırıq xəstələrimizi yəni xaricdən də olsa əldə edib müalicəsini tam olaraqdan tamamlamağa çalışsınlar. Burada NS3 proteaz inhibitorlarını görə bilərik və NS5A-ları görürük ki, bunlar nükleotid inhibitorları vardır. Bunlardan sofosbuvir, dasabuvir vardır. Yəni bu molekulaları mən əminəm ki, məni dinləyən bütün həkimlər hamısı bilir və istifadə edir, təcrübəsində yetər qədər vardır. Burada adları yəni dünyada digər ölkələrdə, Amerikada, Avropada satış adlarıdır, Sovaldidir, Daklinzadır, Maviretdir, Epclusadır, Harvoni şəklində vurğulanmışdır. Yeni dərman preparatları Sovaldi var, az öncə Harvoni vurğuladım, daha sonra Daklinza var, Epclusa var, Maviret var. Yəni bunlar xarici ölkələrdə orijinal adından satılan dərmanlardır. Azərbaycanda isə bunlar müadillərini biz xəstələrimizə tətbiq edə bilirik. 2017-2018-ci ildən sonra da biz müalicədə yeni opsiyonların ortaya çıxmasını gözlədik və burada da biz hepatit C virusunun genotiplərinə görə biz xəstələri daha çox seçməyə çalışdıq. Nəyə görə? Çünki bəzi xəstələrdə müalicəyə direnç geliştirdi, rast gelişdi. Ona görə də bu xəstələrdə biz bir növü də rast, yəni müalicəyə direnç varmı, yoxdurmu? Çünki məndə belə, sonra bizim cəmiyyətdə bir neçə həkimlərdə belə olsun, bu hepatit C virusuna cavab verməyən xəstə qrupları oluşmağa başladı. Onların bəzilərini biz necə elədik? Bəzilərinə bir üst molekulanı keçməyə başladıq. Bəzilərində sadəcə gözləmə metoduna üstünlük verib 6 ay sonra və ya 1 il sonra yenidən xəstə kontrola gəldiyində tam olaraqdan negativləşməni gördük. Bunun niyə belə olduğunu anlaya bilmədik. Çünki xəstə müalicənin 28-ci günündə analiz verdi, PCR negativ. Xəstə maliyyətinə görə müalicənin bitimində 12-ci həftəsində analiz verdi, PCR negativ. Müalicədən sonraki 3 aylıq dərmansız kontrol dönəmində PCR negativ. Bir il sonra təkrar kontrolə gələn xəstədə HCV RNA-sında kəmiyyət və keyfiyyətində pozitivlik, kəmiyyətində virusun yük sayısında artım aşkarlanan xəstə. O xəstədə maddiyyat problemi olduğuna görə heç bir şey antiviral müalicə başlanılmadı və o xəstənin 6 ay sonra yenidən kontrola çağırdıq və 6 ay sonraki kontrolda çox qəribə idi ki, xəstə heç bir dərman qəbul etmədiyi halda virus təzədən negativləndi. Bu xəstəni 6 ay sonra bir daha çağırdım kontrola, yenə negativləndi. Sonra 1 il sonra çağırdım,
3 ay öncə eyni xəstə gəldi, orta yaşlı xəstə idi, hər hansı bir yanaşı xəstəliyi yox idi və o xəstədə yenidən bir illik sonrası kontrolda təkrardan negativi əldə etmiş olduq. O aradakı periodda hansı proses baş verdiyini hələ də çözmüş deyilik. Bir neçə həkim yoldaşlarla məsləhətləşdik, amma nə olduğunu anlayamadıq. Yəni belə xəstələrdə bizim Azərbaycan Qastrentoloqlar, Hepatoloqlar İctimai Birliyindən olan Gülə xanımda da görülüb, Yusif doktorda bir xəstə, Arzu xanımda 3 xəstə bu şəkildə virusa cavabsızlıq əldə etmişdik biz onlarda. Müalicə rejimləri sirozsuz, naif və interferona cavabsız xəstələr üçün genotipi 1A, 1B olan xəstələrdə burada slaytı yəqin ki görürsünüz. Azər doktor, slaytı görməyən varmı? Mən çünki buradan gələn yorumları görə bilmirəm. Gördüm. Görürlər, tamam. Burada biz ledipasvir, sofosbuvir, sofosbuvir, veltapasvir, daklatasvir, sofosbuvir, simeprevir, sofosbuvir gibi veya maviret kimi dərmanlar veya ombitasvir kimi dərmanların ribavirinlə bərabər bir yerdə istifadə olunması ki, bu dərman, axırıncı sadaladığım dərman Azərbaycanda yoxdur, əfsuslar olsun. Maviret həmçinin Azərbaycanda yoxdur və xaricdə mən bir xəstəmə tövsiyə etdim, Almaniyadan alacağam dedi, mavireti və 3 aylıq müalicəsi 15.000 evro. Yəni 15.000 evro xəstə maviretə pul verəcək. Yəni bizim ölkədə əfsuslar olsun ki, bu birazcıq imkansızdır. Müalicə rejimləri kompanse, sirozlu və interferon cavabsız xəstələrdə yenə eyni tərkibli oxşar dərmanları istifadə edə bilərik. Müalicə hamısında 12 həftəlikdir. Interferon müalicəsi daha öncədən almış xəstə qrupu və almamış xəstə qruplarına olaraq ikiyə ayırmalıyıq və daha öncədən interferon ribaviri müalicəsi almış xəstə qruplarında ribavirini mütləq və mütləq əlavə etmək məcburiyyətindəyik. Azərbaycanda da sofosbuvir, veltapasvirlə bir yerdə bu xəstələri müalicə edə bilirik və genotip 1B olanlarda isə onlarda həmçinin sofosbuvir, veltapasvir və ya ledipasvir, sofosbuvir şəklində istifadə müalicədə yüksək nəticə əldə edə bilərik. Üçüncü genotip bizim üçün ən baş ağrıcı genotip. Nadirən qarşımıza gəlməsə də, yəni birinci, üçüncü genotip ən sıx gördüyümüz genotiplərdəndir. Nadirən qarşımıza gəlsəydi, biz bu qədər üzülməzdik. Amma üçüncü genotip xəstələr bizim üçün gerçəkdən bizi zorlayıcı qrup xəstələrdir. Və üçüncü genotip sirozsuz xəstələrdə müalicə rejimi, əgər siroz varsa, yəni sirozun varlığına, yoxluğuna görə biz xəstələrə müalicəmizi tətbiq etməliyik. Slaytda görürsünüz, əgər siroz yoxdursa, RAS testinə ehtiyac yoxdur, yəni dirənç testinə ehtiyac yoxdur və bu xəstələrdə 12 həftəlik sofosbuvir, daklatasvir və ya sofosbuvir, veltapasvir tövsiyə edə bilərik. Çox şükür Allaha ki, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən xəstələrə sofosbuvir, veltapasvir ücretsiz olaraqdan verilməkdədir. Bu da bizim üçün sevindirici bir haldır. Əgər bu xəstələrdə, üçüncü genotipli olan xəstələrdə siroz yoxdursa, siroz varsa testə, RAS testinə ehtiyacımız var və RAS testi nəticəsində Y93 yoxdursa, daklatasvir, sofosbuvir 24 həftə ribavirinlə bir yerdə istifadə edəcək və ya sofosbuvir, veltapasvir 12 həftə istifadə edəcək. YD93 pozitivliyi varsa, eyni şəkildə sadəcə olaraqdan sofosbuvir, veltapasvirə ribavirin də əlavə edərəkdən biz müalicə rejimimizi seçməliyik. Bir də üçüncü genotip sirozsuz, interferona cavabsız xəstələrdə müalicə rejimlərinə baxa bilsək, burada da oxşar müalicə sxemləri gedir. Sadəcə olaraqdan əgər siroz varsa, bu xəstələrə sofosbuvir, veltapasvir 12 ribavirinlə bir yerdə 12 həftə kifayət edəcəkdir. 2, 4, 5, 6-cı genotipli naif xəstələrdə müalicə rejimləri belə deyim, maviretlə bərabər ribavirini istifadə edə bilərik.
5-ci, 6-cı genotiplərdə sofosbuvir, veltapasvir bizə yüksək nəticə xəstələrimizdə yüksək nəticə əldə etməmizi kömək edəcəkdir. Hepatit C müalicəsinin ən son rejimlərində nəzərə alsaq, sofosbuvir, veltapasvir və bosiklaprevir kimi dərmanlarımız vardır, maviret kimi dərmanlarımız vardır və odalasavir və simeprevir kimi dərmanlar kombinə şəklində istifadə olunur, amma bizim ölkəmizdə onlar yoxdur deyə üzərində fazla durmayacağım. Daha sonra hepatit A, hepatit C, çox üzr istəyirəm. Doktor Aysel xanımın mikrofonu açıqdır deyəsən. Tamam, teşekkür ederim, sağ olun. En son rejimlərə nəzər salsaq, burada 2013-cü ildən bu yana qədər istifadə olunan, kəşf olunan dərmanların siyahısını görə bilərik və 2017-ci ilin baxın burada 8-ci ayda yazılır. 1, 2, 3, 4, 5, 6 bütün genotiplərdə istifadə edə biləcəyimiz mavireti görə bilərik biz bu slaydda. Dərman preparatları az öncə vurğulamışdım. Vosevi var, Epclusa var, maviret var. Yəni bunlar bizə çox geniş şəkildə xəstələri müalicə edə bilməyimiz üçün imkan sağlayır və genəlliklə 12 həftə bu xəstələr üçün ideal bir həftə olaraq düşünürəm. Əgər hepatit C virus varsa və təkrar müalicəyə ehtiyacımız varsa, bu xəstələr RAS yoxlanışından keçməlidir və gəldik ən yaralı nöqtəmizdən birisinə. Hepatit C virusu pozitivli olan xəstələr, hamilə xəstələrdə biz nə edəcəyik? Çünki bilirik ki, antiviral dərmanların, DAA-lərin, direkt etkili antiviralların hamiləlikdə istifadəsi məsləhət görülmür. Amma bəzən olur ki, mənim də pasiyentlərim var, ginekoloqların mənə yönləndirdiyi pasiyentlər arasında hepatit C virusunun yük sayısı yüksəkdir, ILT dəyəri 2 dəfədən çox yüksəkdir, amma bu xəstə bizim Azərbaycandakı xəstələr uşağa daha çox önəm verir, nəinki anaya. Ya qaynana faktoru, ya yoldaş faktoru, ya xəstənin özü deyir ki, yox doktor, mən müalicə istəmirəm, mən hamiləliyim bitsin, ondan sonra mən müalicəmi alacağam. Yəni o vaxt məni müalicə eləyirsiniz deyə belə bir cavabla üzləşirik. Mənim Amerikada, New Yorkda yaşayan Tatiana Kushner deyə bir professor var. Ondan xahiş etmişdim ki, mənə onun əlində yeni Amerika Qaraciyər Araşdırma Dərnəyinin 2024-cü il noyabr ayında mən Tatiana ilə görüşdüm. Amerikada, San Diego'da olan zamanı. O mənə slaydlarını vermişdi. O slaydlardan onların öz New York Hospital'da apardıqları bir tədqiqat var idi. Çox mərkəzli bir tədqiqat idi və o tədqiqatda hamilələr üzərində 24-cü həftədən sonra aparılmış tədqiqatlar var. Əgər o tədqiqatları kim istəsə, e-maillə mənə yaza bilər, mən o tədqiqatları sizinlə paylaşa bilərəm. Problem deyil mənim üçün. Yəni o tədqiqatları mən sizinlə bölüşə bilərəm, çünki o tədqiqatlarda yəni çox mərkəzli tədqiqatdır, amma kifayət qədər xəstə sayısı olmadığına görə yenə də diqqətli olunmağı vurğulayırlar o çalışmada. Daha sonra mən o slaydları sizinlə, yenə deyirəm, Tatiana'nın slaydlarını sizinlə bölüşə bilərəm, hamiləlikdə aparılan tədqiqatları. 2014-dən 2023-ə qədər aparılan bir tədqiqatdır. Daha sonra... Biraz aşağı eləyin, tədqiqat göstərsin. Burada
8 həftəlik Polaris çalışması var. 8 həftəlik sofosbuvir veltapasvir Vox müalicəsinin təhlükəsizliyinə vurğulama etmişik. Yəni bu slaytların bəzilərini Azər Doktorda mən əldə etdim. Azər Doktorda da bu slaytlardan var. Ona görə Azər Doktor da bu slaytı bizimlə paylaşa bilər. Yəni bu slaytı Azər Doktordan mən öyrəndim. Bu slaytların müalicənin, yəni bu üzr istəyirəm, bu dərmanın 3 tərkibdə olan dərmanın ciddi şəkildə əlavə təsirləri müalicənin dayandırılması olaraqdan ələ alsaq, 8 həftəlik müalicədə heç bir xəstə müalicəsini dayandırmayıb, 12 həftəlik müalicədə 1%-dən aşağı xəstə müalicəsini dayandırıb, 110 xəstə Polaris 3 tədqiqatında 110 xəstənin heç biri müalicəsini dayandırmayıb, amma 12 həftəlik müalicədə isə bir xəstə müalicəsini dayandırıb. Ölüm halları demək olar ki, görülməməkdədir. Baş ağrısı çox ciddi şəkildə sadəcə bu üçlü kombinasyonda deyil, sofosbuvir veltapasvir istifadə edən mənim öz pasientlərim arasında da ciddi şəkildə baş ağrısı problemi yaşayanlar var. Yorğunluq görülə bilər, ürək bulanma, diareya görülə bilər. Qarşılıqlı təsirə gəlincə isə bu dərmanların digər dərmanlarla mütləq və mütləq qarşılıqlı təsirinə baxmaq lazımdır. Yəni, təbii ki, bu xəstələrdə bəzən olur ki, yanaşı olaraqdan ürək-damar problemi ola bilər, hepatit B virusu ola bilər, hepatit B virusuna qarşı müalicələr alıb, onlarla bərabər və ya bu xəstələr koinfeksiyon olaraqdan SPID xəstələri ilə müalicə ala bilərlər. Yəni, o dərmanları daha sonra kardiovaskülər olaraqdan bu xəstələr dərmanlar qəbul edirsə, bizə hansı əlavə qarşılıqlı təsirini görə biləcəyimizi bu siyahıdan biz əldə edə bilərik. Bəzi xəstələrimiz antidepressant qəbul etmək məcburiyyətində qalırlar. O xəstələrdə təbii ki də mütləq və mütləq bu xəstələrin yəni doz azaldılması və ya antidepressantının kəsilməsi ehtiyacı varmı, yoxdurmu? Bu slaytlarda o vurğulanmaqdadır. Amma virus əleyhinə direkt etkili antiviral dərmanların mütləq və mütləq şərtli qəbul edilməməsi gərəkən dərman qrupları proton pompa inhibitorlarıdır. Yəni PPI-ları qəbul edilməsi qəti surətdə tövsiyə olunmur, çünki absorpsiyanı ciddi şəkildə azaltdığı aparılan tədqiqatlarda görülmüşdür. Hepatit C virusunun müalicəsi bizim üçün nə üçün önəmlidir? Çünki biz bu yeni çıxan müalicələrlə biz nəyi əldə edirik? Bunlara baxmalıyıq. Yəni, hepatit C virusunun müalicəsi çox təsirli müalicələr var. Əlimizdə 2014-cü ildən bu yana istifadə etdiyimiz dərmanlar çox təsirlidir. Yəni, 95% xəstələrdə biz müalicəyə çox pozitiv, müsbət yöndə cavab alırıq. Genotip 3 olan xəstələr, xüsusilə də sirozlu və əvvəlki müalicə uğursuzluğu olan xəstələr yeni çıxan direkt etkili antiviral dərmanlar istifadəsi zamanında ən çətin müalicə edilənlər qrupundandır. Risk faktorlarına, ekstrahepatik əlamətlərə, hamiləliyə, ümumi dərman və dərman qarşılıqlı təsirlərə mütləq və mütləq diqqət etmək məcburiyyətindəyik. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun Rəqsan xanım. Tamam doktor. Gözəl, böyük mövzudur. Mən biraz texniki problemlərə baxmayaraq Əfsuslar olsun, bəli. məruz elədiniz. Fikirlərinizi çatdınız, elə bilirəm həmkarlara. İndi əgər həmkarlarımızın, bizi dinləyən həmkarlarımızın sualları varsa, o sualları alaq, o suallara siz cavab verin. Əlbəttə. Vas müəllim salamlayırıq, Vas müəllim təşəkkür elədi. Siz sağ olun, Vas müəllim. Sonra Nərmin xanım bayramlar təşəkkür elədi. Günah xanım çox sağ olun, təşəkkür elədi. Günah xanım, mən məlumatları sizə çatdıraram. Rəqsan xanım çatdırar. Nərminə xanım, doktor Rəna xanım təşəkkür eləyir.
Mən E, chat bölməsinə e-mail adresimi yazıram, doktor. Əgər kim istəsə ha, oraya yazsın, mən göndərə bilərəm. Tatyana Kuşnerin tədqiqatını. Təşəkkürlər. Mən təşəkkür Aynur xanım bir sual verir. Azərbaycanda hansı dərmanlar var müalicə üçün? E, Azərbaycanda sofosbuvir veltapasvir var, sofosbuvir daklatasvir var, sofosbuvir ledipasvir var yəni. Sadəcə bunlar var. Dövlət tərəfindən pulsuz təmin, xəstələrin təmin olunması isə sofosbuvir veltapasvir ilə xəstələrimiz pulsuz olaraq dövlət tərəfindən təmin olunurlar. tamam. E, Honor telefondan təşəkkür edirlər. Bilmədim kimdir. Çox sağ olsun. Çox vacib məlumatlar var deyir. Vasif müəllim antiviral Vasif müəllim belə bir sualı var. Vasif Əliyevin. Hı -hı. Antiviral müalicəyə cavab verməyən relaks vakalarda Hı -hı. genetik dirənci müəyyən edirsinizmi? Edirsinizsə bu analizi hara göndərirsiniz? Mən gözləyirdim Vasif doktordan bu sualı. Daha doğrusu Vasif doktordan deyil, kimindənsə də gələcəyini gözləyirdim. Bu çox ağrılı bir nöqtədir. Mən dediyim kimi bir xəstəmdə bu problemi yaşadığıma görə o xəstəmi Türkiyəyə göndərdim. Mən bildiyim qədərilə Azərbaycanda rast, yəni dirənç oluşumunu YD93-ü aşkarlayan laboratoriyalarda bu test yoxdur. Ona görə mən bu testi yoxlatmaq üçün xəstələrin Türkiyəyə getməsini məsləhət görürəm. Zaten xəstə də özü də istəyir və ya referans klinikası Türkiyədə düzən laboratoriyasından ortaq çalışırlar. Onlar bəlkə götürüb göndərə bilərlər. Yəni mən açıqcası bir xəstəni Türkiyəyə getməsi üçün tövsiyə etdim. Bəli, elədir ki, bizdə hal-hazırda müayinə mövcud deyil. Mən də bildiyim qədər, bəlkə kiminsə məlumatı varsa əlavə eləyə bilər. Belə bir sual verib İlahi xanım Əsədova. Təşəkkürlər. Hamiləlik dövründə antiviralla vermirdik. Amma siz bu barədə nəticə bildirdiniz. Gözəl sualdır. Rəxsan xanım, mən xahiş elərdim, siz bizə belə net olaraq deyin. Hansı xəstələrə, hansı halda hamiləlikdə biz antiviral verməliyik? Çünki müəyyən risklər daşıyır. Buyurun. Təbii ki, yəni biz əgər 24 həftənin üzərindədirsə və xəstədə ağır dərəcəli siroz ortaya çıxırsa, dekompansiya qaraciyər sirozu ortaya çıxırsa, bu xəstədə mütləq və mütləq direkt etkili antiviralların verilməsi göstərişdir. Amma təbii ki, risk var. Çünki hamiləlikdə istifadə olunmayacaq dərmanlar siyahısındadır bu dərmanlar. Əgər xəstənin həyatını bizim üçün sonuçta ana daha önəmli olmalıdır. Çünki ana sağaldıqdan sonra daha sonra yenidən körpə dünyaya gətirə bilər. Ona görə ananın sağlamlığını daha ön plana çəkərəkdən 24 həftədən sonra biz hamilələrimizi əgər dekompansiya qaraciyər sirozu ortaya çıxmağa başlayırsa, biz müalicə etməliyik deyə düşünürəm. Zərifə xanım İbrahim Xəlilova bu elə eyni sualın başqa tərəfdə verir. Siz hansı hamilələrdə hansı dərmanın preparatı istifadə eləmişsiniz? Yəni bizim piyasada əldə olandan hansını təyin etmək məqsədə uyğundur? Hamilələrdə mi hansını məqsədə? Mən hamilələrin heç birinə etməmişəm. Yəni mən hamilələri axıra qədər gətirib daha sonra müalicə etmişəm. Yəni çünki çox şükür olsun ki Allaha dekompansiya siroza girmək üzrə olan hər hansı bir hamilə pasiyentim olmadı bu vaxta qədər. Təşəkkürlər var bir neçə xanımdan, Xatirə Aslanovadan, Əsma xanımdan. Əsma sizsiz, üzr istəyirəm, İlham bəydən. Xatirə Aslanova belə bir sual verir. Xərçəngli xəstələrə yanaşmamız necə olacaq? Xərçəngli xəstələr bizim üçün, mən orada vurğuladım, xəstələrdə biz 12 həftə, amma dekompansiya qaraciyər sirozlu xəstələrdə mən müalicəni 24 həftəyə uzadıram. Xərçəngli xəstələrdə də eyni şəkildə. Əgər xəstə akıllı ilaçlardan, yəni onkoloji dərmanlardan istifadə edirsə, bu xəstələrdə mən müalicənin 24 həftəyə qədər uzadılmasının tərəfdarıyam. Çünki bu xəstələr əlbəttə ki
Bu akıllı ilaçlar düzdür, hədəfə yönəlik müalicələr etsələr də onkoloji preparatlar, onların da qaraciyər üzərinə ciddi şəkildə əlavə təsirləri görülməkdədir və bunun nəticəsində də bu xəstələrdə ə, qaraciyər dekompanse olaraqdan qarşımıza gəlməyə başlayır. Hipoalbuminemi ortaya çıxır və bu xəstələrdə mən məsləhət görürəm ki, öz xəstələrimdə də bunu edirəm. 24 həftəlik müalicə rejiminə keçirəm müddətini. Üzr istəyirəm, hansı preparatlar? Sofosbuvir veltapasvir. Preparatlar. Mən üzr istəyirəm, bir balaca əlavə eləyə bilərəmmi? Əlbəttə ki, doktor, əlbəttə. Yəni, biz bilirik ki, hər bir antiviral preparat eyni zamanda qaraciyər xərçənginin profilaktikasıdır. Yəni biz vaxtında antiviral müalicə ilə aparsaq, bu demək ki, xərçəng yaranma riskini dəfələrlə aşağı salmış olur. Amma bəzən olur ki, çox təəssüf ki, eyni zamanda xərçəngli və hepatit C-li xəstələrə rast gəlirik. Xərçəng dediyimiz, yəni birincili və ikincili xərçəng var da, yəni söhbət hepatit C-lilər və ya karsinomalardan gedir və yaxud bir də ikincili xərçənglər. İkincili isə bu məncə ilk növbədə onkolog tərəfindən dəyərləndiriləcək və hər hansı bir təcili müdaxilə, əməliyyat ya ağıllı ilaç və yaxud digər kimyəvi terapiya aparılırsa, onlar bizim preparatla uyarsa və yaxud xəstənin vəziyyətini ağırlaşdırmazsa, o zaman hə. Amma bu qısa müddətdə olarsa, məsəl üçün, hepatit selülər karsinomalarda bizdə indi hal-hazırda son zamanlarda invaziv radioloqlar düzdür, müəyyən bir mərhələdə və yəqin ki, sizin də də olub, məndə də olub belə xəstələr. Çox gözəl girişimlər ediblər və belə deyək, çox gözəl də net nəticələr alınıbdır. Bu, əgər imkan verən kimi, bəli, biz yenə də antiviral müalicəmizi aparacağıq, çünki antiviral müalicə bəzən ya sirrozsuz və yaxud sirrozlu halda fonda baş verir. Əgər sirroz yoxdursa və yaxud sirroz kompensasiya mərhələdədirsə, biz gecikmədən antiviral verməliyik ki, biz sonraki mərhələyə adlamayaq. Təşəkkür edirəm. Əlavəniz yoxsa Aynur xanımın sualını səsləndirim. Hansı xəstəxanada pulsuz dərmanlar verirlər hepatit C üçün? Regionlarda o dərmanı vermirlər. Ancaq esensial verirlər. Mən bu sualın cavabını bilmirəm. Doktor, burada aşağıda Amina doktor yazıb ki, nəzərinizə çatdırım ki, artıq ücretsiz dərmanlar verilmir, müəyyən qruplara verilir. Yəni mən dövlət müəssisəsində çalışmadığım üçün bu sualın cavabı... Doktor, üzr istəyirəm. Buyurun. Buyurun. Bunu siz daha yaxşı bilərsiniz, siz dövlətdə işləyirsiniz, bəli. Deməli, hər bir regionun daxildir bu. Aynur xanım yəqin məlumatı yoxdur. Bəli, əvvəllər bütün hepatit C xəstələri hər biri təmin olunurdu. Amma indi artıq dializ 18 yaşa qədər uşaqlara, transplantasiya olunmuş xəstələrə, qazi və şəhid ailələrinə, bir də ximioterapiya alan xərçəng xəstələrinə dərmanlar verilir. Digər qrup xəstələrə dərmanlar verilmir. Bu dərmanların, yəni hal-hazırda sofosbuvir velpatasvir verilir özdə xəstələrə və bu xəstələrə verilmə qaydası hər bir dövlət poliklinikasında və yaxud da xəstəxanasında həmin xəstənin müvafiq analizləri yoxlanılır və hepatit komissiyasına məktub şəklində göndərilir və onlar məktub şəklində cavab yazırlar və kliniki tibbi mərkəzin uşaq bağçası korpusu deyilən bir yer var. Orada həftənin 3-cü günləri vaxt təyin olunur və o vaxta uyğun xəstə gedib dərmanını götürür. Yəni saydığım xəstələr yalnız. Bu qərar nəyə istinadən çıxdı? Yəni dərmanına tələbatın çox olmasından mı yoxsa? Çox güman ki, yəni dərman məsələsinə görə, amma sırf hal-hazırda hepatit B xəstələri bütün xəstələrə verilir, amma C xəstələrinə isə yalnız sadaladığım qrup xəstələrə verilir. Hepatit B xəstələrində isə, hepatit B viruslu xəstələrdə isə mənim pasiyentlərimdə deyirlər ki, 3 aylıq gözləmə periyodunu, 3 ay gözləyin, daha sonra gözləmə periyodu var, bəli, gözləmə periyodu var. Amma saydığım xəstələrdə onsuz gözləmə periyodu yoxdur. Digər xəstələrdə gözləmə periyodu var və 6 qutu birdən verilir. İndi intikavir, tenofovir, o seçim baxırıq xəstə içibmi, içməyib, onun seçim komissiya tərəfindən olunur. Ancaq hepatit C xəstələrinə saydığım yalnız qrup xəstələrə verilir.
Anladım. Axşamınız xeyir, doktorlar. Burada bir müdaxilə etmək zərurəti yarandı deyə söz istəyirəm hər birinizdən. Özümü təqdim edeyim. Mən Nəzrin Mustafayeva, Təbibin Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin müdiriyəm. Ne güzel. Rəqsanə Sağ xanım, olun, sizi sağ olun. çox böyük zövqlə dinlədim. Teşekkür Təşəkkür ederim. edirəm. Ağzınıza sağlıq. Çox gözəl bir Teşekkür çıxış ederim. elədiniz. Sunumunuz çox maraqlı və ətraflı idi. Çok teşekkür Azər doktor, sizi də salamlayıram. Ə, Salam Nəzər xanım, Axşamınız mən də xeyir. Xoşdur sizləri görmək bugün və dinləmək. Burada bəli, hepatit komissiyasından söz açıldı. Bu çox vacib bir məsələdir. Dövlət tərəfindən artıq 2 illik bir müddət, 2 ildən çox bir zamandır ki, dövlət tərəfindən komissiya vasitəsilə bu dərmanlar təmin olunur vətəndaşlara və komissiya təbibin tabeliyində fəaliyyət göstərir. Təbib tərəfindən təşəbbüs göstərilib yaradılmış bir komissiyadır. Bəli, hal-hazırda dərman yetməzliyi ilə əlaqədar bilirsiniz, yəni dövlət satın almalarıdır, bu tenderlər və s. Xüsusilə də nəzərə alsaq ki, bunlar dövlət hesabına ödənilən dərmanlardır və bu yalnız bir qurumun qərarı əsasında olmur. Bir neçə qurumdan keçirilir, tələbnamələr yazılır, Maliyyə Nazirliyi razılıq verir, Səhiyyə Nazirliyindən keçir və s. Yəni uzun bir aşamalardan, uzun yollardan keçir. Təbii ki, zaman-zaman dərman məhdudiyyəti yaşaya bilirik və xüsusilə də proqnozlaşdıra bildiyimiz şəkildə bir xəstə datası yoxdur əlimizdə. Gələcəyi proqnozlaşdıra bilmirik ki, bizi nə qədər xəstə gözləyir, nə qədər biz dərman ehtiyatı toplamalıyıq. Yəni bu problemlər zaman-zaman yaşanmaqdadır. Hal-hazırda bəli, müəyyən məhdudiyyətlər var və öncəlikli prioritet qruplara verilir, amma bu hər zaman belə olacaq demək deyil. Bu belə deyim, ömürlük bir qərar deyil. Sadəcə dərman məhdudiyyətinə görə bəzi qrupları önə çəkmişik və bəli, sofosbuvir və velpatasvir molekulası təmin olunur, lakin gələcəkdə artıq tələbnamə formalaşdırılıb, sofosbuvir daklotasvir də komissiya tərəfindən hepatit C xəstələri üçün təmin olunmağı planlaşdırılır. Təbii ki, getdikcə, yəni artıq bu imkanlar genişləndikcə gələcəkdə daha müasir, daha yeni molekullarda hər iki qrup virus xəstələri üçün alınması və vətəndaşlara paylanması nəzərdə tutulmuşdur. Bu hissəyə bir aydınlıq gətirmək istədim. Təşəkkür edirəm diqqətinizə görə. Biz teşekkür ederiz Nezrin Hanım. Siz doğrudan da çok vaxtında müdaxilə etdiniz. Çünkü mən özəl müəssisədə çalıştığım üçün dövlətdəki olan hadisələrdən, dövlətdə nəyi qarşılayıb, nəyi qarşılamadıkları haqqında dəqiq məlumatım olmadığı üçün sualın cavablandırılması çox yaxşı oldu. Teşekkür edirəm. Çox sağ olun. Tamam, suallara davam edək. Bəli. Bir saata yaxındır artıq. Tamam. Spontan sağalma təcrübənizdə neçə dəfə olub? Rəna xanım dedi. Bu yəqin Mənim tam təcrübəmdə spontan sağalma, yəni çox deyil, 10 nəfərə yaxın bir xəstəm var spontan Məndə sağalma. şəxsən olmayıbdı. Yo, məndə var doktor, çox yaxşı, sevindirici. 10 nəfərə yaxın xəstəm oldu. Çoxu da gənc, cavan xanımlar oldu. Yeri gəlmişkən demiş, səlahiyyətimdən istifadə edib deyim. Biz bilirik ki, antitel olan xəstələrə biz PCR diaqnostik edirik və belə deyək, onsuz da statistikada var, rəsmi statistikada 80% hallarda təsdiq olunur, bəzən 20% hallarda PCR neqativ olur. Bu xəstələrə mütləq 6 aydan sonra, ən tezi 3 aydan, amma normalda 6 aydan sonra təkrar onsuz da qanunlarda da var, qaydalarında da. Mən öz təcrübəmdə son 1 ildə 3 xəstədə təkrar müayinədə PCR pozitiv olub və xəstə müalicə almaq məcburiyyətinə qalıb. Bunu da ola bilər yeni başlayan həkimlər bizi dinləyir. Onların nəzərinə çatdıraq ki, bir neqativ PCR-də bir antitel varsa, təsdiq olunursa və İFA ilə təsdiq olunursa, bir neqativ xəstənin sağlam olmasına dəlalət eləmir. Tamamilə doğrudur. Aysel xanım belə bir sual verir. DA, yəni direkt antiviral Direkt etkili antiviral. hansılarda daha çox dirənç görmüsünüz? Təşəkkürlər.
Ə, Aynur xanım dediniz, bu sualı soruşub. Aysel Aynur xanım. xan, Aysel xanım, əfsuslar olsun ki, mən direkt etkili antiviralların arasında ən çox hayal kırıklığı yaşadığım daklotasvir sofosbuvir oldu maalesef. O tür xəstələrim çox oldu, onlara sofosbuvir veltapasvirə başladım. Teşekkürler. Emine Hanım da Bunu dediniz az böyle öncə aydınlaşdırdıq bu sualı. dedi. Ama Emine Hanım Hə, böyle bir sualı sual var var. Böyle deyəsən. Emine Hanım yazır ki, benim 3 gün evvel sofosbuvir velpatasvir alan ve 2 defa negatif cevap aldığım hepatit C hastam 11 ay sonra krioglobulinemik vaskülitle müracaat etti. Tamam. Muayene zamanı ALT yükselmesi, trombositopeniya ve PCR titri yükselmesi aşkar olundu. Hı hı. Genotip analizi cavab 2 günə olacaq. Belə halda hansı dərman preparatı seçilməli və hansı müddət ərzində verilməlidir? Əminə doktor, bu xəstədə yenidən yoluxma varmı, yoxdurmu? Onu aydınlaşdırmaq lazımdır. Bir öncəkisi genotipi ilə indi verilən genotip eyni genotipdirmi? Ona baxmaq lazımdır. Və bir öncəkisi sofosbuvir, veltapasvir aldığına görə bizim hal-hazırda əlimizdə Azərbaycanda olmayan dərman Maviret, hansı ki mən öz xəstəmə tövsiyə etdiyim Maviret dərmanını bu xəstədə istifadə edə bilərsiniz. Amma bu krioglobulinemik vaskülite göre mütləq və mütləq kons olaraqdan revmatolojik konsultasiyası, revmatoloqun konsultasiyasına mütləq müraciət etmənizi tövsiyə eləyəcəyəm. Çox doğrudur. Mən də bir şey icazənizlə əlavə edeyim. Təbii ki. Mütləq fibroz təyin olunmalıdır, çünki burada trombositopeniyadan söhbət gedir və əvvəlki fibrozla müqayisə olunmalıdır və artıq təkrar cavab və əgər xəstədə həqiqətən kompensiya F3, F4-dürsə, burada təkrar sofosbuvir tərkibli, ümumiyyətlə sofosbuvir tərkibli dərman preparatından təkrar sofosbuvir digər agentlə vermək o qədər də yaxşı praktika deyil. Yəni, mən Rəqsan xanımla razıyam. Artıq ya Vosevi ya Maviret təyin olmalıdır. Ən yaxşısı doğrusu pibrentasvir glifosvir, yəni Maviret dərman preparatı. Çünki Vosevi burada başarısız ola bilər. Çünki onun da tərkibi sofosbuvirdir və 3 gün olduğu üçün. Aynur xanım sual verir. Çox üzr istəyirəm doktor, bir şey əlavə etmək istəyirəm. Bu xəstədə yəqin ki trombostopenisi varsa, splenomegalisi də var. Splenomegalisi olduğuna görə trombostopeniyası varsa endoskopi də bu özofagus varisləri açısından, portal hipertenziya açısından dəyərləndirilməsinə məsləhət görəcəyəm. Hepatit B xəstəsi daşıyıcı deyilirsə, müalicə lazımdırmı? Bu mövzuat deyil, amma Aynur xanım verir, cavab verək. Lazımdırsa hansı dərman istifadə olunur? Deyim doktor. Buyurun. Cavablandır. Tamam. Hepatit B xəstələrində biz daşıyıcı termini artıq çıxıb. Yəni bizim daşıyıcı termini deyə bir şey termindən istifadə etmirik. Hepatit B viruslu xəstələrdə inaktiv passiv forma var və ya aktiv forma var. Bu şəkildə, yəni müalicədə daşıyıcı deyilirsə, yəni daşıyıcıdırmı sizin deyişinizlə, yəni inaktiv passiv formadadırsa, virusun yük sayısı 2000 vahidin beynəlxalq vahidin altındadırsa, qaraciyər sınaqlarında normal dəyərlər varsa, fibroz dəyəri F2-nin altındadırsa, yəni F0 ya da F1-dirsə, bu xəstələrə heç bir Y antigen negativdirsə, anti-YB-sində bir problem yoxdursa, bu xəstələrə heç bir müalicə tətbiq olunmamalıdır. Bu xəstələr sadəcə 3 və ya ən gecə 6 aylıq kontrollərdən yenidən kontrola gəlməlidir. Evet, doğrudur. Hal-hazırda hepatit B daşıyıcı dediyimizin yeni nazologiyana belə gedir. HB antigen negativ HBV infeksiyası belə adlanır. Belə mövzuların müzakirəsi davamlı şəkildə olması arzusu ilə çox sağ olun. Afa xanım təşəkkür edir. Xatirə xanım bayaq mən verdiyim suala bir başqa izahat gətirib, mən cavab verdiyim. Doktor, başqa orqan xərçəngidir, sadəcə təsadüfi yanaşı HCV aşkarlanıb.
Belə halda ən gözəl iş onkologla bir yerdə qərarlaşıb, ə, belə deyək, növbəliliyi gözləmə şəkli ilə mümkün olsa hepatit C-nin müalicəsini vermək. Elə deyir Rəqsan xanım, razısınız? Tamam, tamam, bəli, bəli, bəli doktor, tamamilə doğrudur. Burada mən Əminə xanım belə bir şey yazdı. diyalizə Ha, baxdım da o o nə demək ki, bilmədim. Dializ plus, yəni dializ yəni xəstələrinə, dializli ha, xəstələrdə nə? Yəni buyurun, buyurun. Azər doktor, mən indi özümün tətbiq etdiyim xəstələrdə uyguladığım durumu deyəcəyəm sizə. Yəni çünki mən xaricdəki professorlarla bu haqqda biraz müzakirə aparanda onlar mənə bu şəkildə etmən daha doğru olacaq deyə söyləyirlər. Ona görə mən o şəkildə edirəm. Dializ xəstələri bizim ən ağrılı, ən yaralı qrup xəstələrimizdir. Niyə? Çünki biz xəstəyə dərmanı veririk, sonra xəstə gedir, dərmanı hər gün qəbul elə, səhər yeməkdən sonra qəbul elə deyirik. Sonra o xəstə dializ gedir, səhərsi gün. Bu gün dializ olunmur. Həftədə 3 dəfə dializ aldığını varsayaq. Bu xəstə bu günlər dializini aldı, okey. Sabahki dərmanının dozasını, bu gün dərmanını qəbul elədi, sabahları onun dializ vaxtıdır. Bu xəstə dializə getdiyi zamanı onun qəbul etdiyi dərmanı sanki qusmuş kimi hər hansı bir dərman vücuda keçmədən o vücuddan xaric olacaqmış kimi bir effekt alınacaq. Burada nə edirik biz? Əgər xəstə mütləq və mütləq səhər saatlarında dializə gedirsə, mümkündürsə dializ saatını dəyişdirsin. Çünki dializin dərmanın vücudda qalma müddəti minimum 5-6 saat olmalıdır ki, dərman öz işini vücudda görsün. Əgər yox, biz dərmanı, dializ saatımızı dəyişdirə bilmirik və dərmanı başqa vaxtda dəyişdiririksə, o zaman dializdən heç olmazsa 5-6 saat sonra istifadə olunmasını tövsiyə edirik. Yəni, əgər bir yanlışım varsa, Azər doktor, siz də deyə bilərsiniz. Yəni. Yox, estağfurullah, buyurun, doğrudur. Suallar çoxdur, ona görə mən vaxtı da nəzərə alacağam. Bu suala demək belə deyək, xatirə Nəriman xanım, yox, Pər xanım sualına İlahi xanım cavab veribdi artıq. Əminə xanım sualına cavabını istədi, ona verdik cavab. AFA həkim bizi belə bir sual verir. Kəskin hepatit D-də antiviral başlanmalıdır. İcazə verirsə mən infeksiyanızı da Təbii ki, o sizin kəskin hepatit D bu biraz dedi, adətən kəskin hepatit B olur delta agentlə bir yerdə və bu zaman adətən hepatit B-yə antiviral müalicə verilir. O da hər bir halda yox. Verilməsinə qadağa yoxdur. Biraz Türklər demiş tartışılandı. Söhbət hepatit D-nin müalicəsinə gedirsə, bu dəqiqə 2 preparat var əlimizdə. Ənənəvi interferon, PGL interferon və Merkulidex, yəni Bulevirtid. Kəskin dövrdə bunları başlamaq doğru hesab edilmir. Söhbət kəskindən gedirsə, sağlıqlı formadan gedirsə, ən azından bir erkən rekonvalesiya dövrünə çatmaq lazımdır. Ondan sonra əgər hepatit B dominantlıq eləmirsə, D dominantlıq eləyirsə, sonradan bir neçə, belə deyək, 3 aydan sonra, ən azı 12 həftədən sonra dəyərləndirilə bilər antiviral müalicə baxımından. Kəskin dövrdə yalnız hepatit B-yə dərman verilir. Interferonlar kəskin dövrdə praktik olaraq tətbiq olunmur. Əminə doktor sual verib, olunub, enapanel verilibdir. Çox sağ olun, hələ tam cavablar hazır deyil. Xəstə dərmanı hardan tapa bilər? Mən üzrəm, Əminə xanım sualı nəyə aid idi? Bu təkrar xəstə, təkrar müalicədən. Rəqsan xanım bayaq o sualınıza cavab verdi, Əminə xanım. Dərman Azərbaycanda rəsmi qeydiyyatdan keçməyibdir. Onu yalnız öz təşəbbüsü ilə xəstə qonşu ölkələrdən, Rusiyadan, Avropa ölkələrindən və yaxud Türkiyədən gətirilə bilər. Elədir mi Rəqsan xanım? Bəli. Türkiyədə də var, bahadır. Avropada da var, bahadır. Amerikada zaten daha çox bahadır. Aynur xanım belə bir sual verir. Hepatit B tam sağalırmı? Qanda negativ ola bilər müalicədən sonra.
Buyurun Rəqsan xanım, cavab verin. Hepatit B2 sizsiniz doktor. Hepatit B tam sağalma. Tam sağalma birincisi nədir? Tam sağalma virusun 3 qat 6 ay fasilə ilə neqativ olmağı, PCR-də qaraciyər dəyərlərinin tam normal olmağı, serokonversiyanın formalaşmağı, fibrozun varsa yüksəksə reqres etməyi və ən son göstərici, əsas göstərici HBS antigenin quantitativ olaraq minimum rəqəmlərə bilirsiniz ki, iki cür yanaşma var. 100-ün altında, 70-in altında. Əgər bunların hər biri baş verərsə, artıq tam sağalmadan söhbət gedir. Yəni, aparılan müalicə, antiviral müalicə, nukleozid, nukleotid analoqlarla dayandırılır və 6 ay sonra sirroz deyirsə, bir dəfə kontrol, minimum bir dəfə kontrol müayinə olmalıdır. Bu da nəzərinizə çatdırım ki, çox az hallarda baş verilir. Hepatit B tam sağalan müalicə xəstələr siyahısında deyil, belə deyək də, sağalmaq çətindir. Kontrola götürülən, yəni nəzarətə götürülə bilən bir xəstəlik qrupudur hal-hazırda. Gələcəkdə Rəqsan xanım həmişə xəstələrə ümid verir ki, yaxın vaxtlarda yeni antivirallar olacaq və biz hepatit B ilə hepatit C-dəki kimi davranacağıq. Elədirmi? Bəli, doktor, mən onu da ilk öncə sizin vurğulamanızı mənim üçün çox önəmlidir. Hepatit B haqqında ən çox məlumatları olan həkimlərdənsiniz. Belə deyim də, yaxın bir zamanda hətta bu ALCD-nin, Amerika Qaraciyər Araşdırma Cəmiyyətinin iclaslarından bir dənəsində çox böyük bir mövzu değildi. Yəni vurğulamadılar. Sadəcə bir çıxış oldu bu haqda. 11 ölkədə 13 adda dərman, pardon, 9 ölkədə 11 adda dərmanın çıxacağı söylənmişdi 2 il öncə. Onlardan 5-inin çıxdığı, amma faz 3 çalışmasını henüz tamamlamadığı vurğulandı. Ona görə də biz gözləyirik və onlar da çox böyük ümidlə bunu gözləyirlər ki, yəni hepatit B-nin S antigeni daxil olmaqla tamamilə sıfırlanaraqdan belə bir müalicə çıxacaq. Keçən ilki ALCD-nin toplantısından bir gün öncə Met-ALD-nin bir toplantısı var idi. Mən ora qatıldım. EASL-ın toplantısından öncə. Orada da dərman haqqında bir xeyli müzakirələr getdi. Həkimlər Amerikadan, Avropadan hamısı bir-birindən belə bir növ mübahisə apardılar ki, biri dedi 6 ay boyunca hər gün iynə vurmaq daha mı yaxşıdır, ondan sonra da tabletini qəbul etsin uzun müddətli, bu daha yaxşıdır. Yəni bu şəkildə mübahisələr vardı. Dərman da zaten dərmanlar çıxacaq olan dərmanlar faz çalışmasını tamamlamadığı üçün satışa buraxılmağı FDA və EMA tərəfindən icazələri olmadığına görə hələ ki gözləmə aşamasındayıq. İnşallah bir başarılı nəticə verər. İndi sizlər daha yaxşı bilərsiniz. Doktor, bir dərmanın dərman bazarına çıxa bilməsi üçün 4 faz çalışmasından keçməsi lazımdır. Faz 3 geniş bir populyasiyada 5000-ə yaxın insan üzərində tədqiqatı aparırlar və bu insanlar arasında da sağlıqlılar və könüllülər olacaq şəkildə, xəstələr və könüllülər arasında aparılır, yanaşı xəstəlikləri olanlar aparılır. F4-də keçəndə artıq dərman bazarına çıxarılmış o durumda olur. Amma F4-də də misal üçün dərman prospektusunda yazılır ki, bu xəstə məsələn 55 yaşın üstündə bu xəstənin dərman istifadə etməsi tövsiyə olunmur. Amma xəstə 56 yaşındadır. Neyniyək onda? Ona görə FDA-də birazcık bu F4-ə görə biraz durdurur ki, siz fazınızı biraz daha tamamlayın yəni. İnşallah. Gözəl məlumat verdiniz. Yəqin hamını maraqlandırır belə məlumatlar. Xatirə xanım, hər ikinizə təşəkkür edirik. Biz sizə təşəkkür edirik. Doktor Quliyeva təşəkkür edir. Çox sağ olun. Aynur xanım yeni başqa bir sual da verib. Hepatit B-yə qarşı peyvənd 18+ insanlara hansı xəstəxanalarda vurulur? Mən dövlət barəsində məlumat verənmərəm. Yəqin ki, sizdə böyük bir neçə özəl klinikalarda bunu vurulur. Məncə ad sadalanmaq düzgün deyil. Maraqlanmaq olar. Afa xanım, immunosupressiv xəstələrdə hepatit B xəstələrə profilaktik
müalicə aparılmalıdırmı? Virüs yükü aşağı olarsa. Buyurun, Rəqsan xanım. Mən cavablandırım, siz Siz cavablandırın. cevaplandırın doktor. Hepatit B size. İmmunosupressiv xəstələr xüsusi bir qrup xəstələrdir. Bu xəstələrə daha incə yanaşılır. Ciddi bir araşdırma aparılmalıdır. Virüs yükü, xəstənin yaşı, xəstənin xəstəliyin anamnezi, bir də onun ailə anamnezi, yaşı və alacaq müalicənin müddəti. Məsələn, bunların hamısı araşdırılmalıdır. Fibrozun miqdarı. Yəni xəstə həm ətraflı hepatit B-yə görə müayinə olunmalıdır, həm də araşdırılmalıdır ki, əlavə risk faktorları varmı, yoxmu? Əgər risk faktorları çox yüksəkdirsə və belə deyək, bir ara durumdadsa, onda müalicə verilməlidir. Amma yəni mütləq göstəriş yoxdursa, immunosupressiv müalicə alır deyə belə xəstələrə müalicə vermək olmaz. Onsuz da bu xəstələr immunosupressivdirlər, hepatit B-nin olduğuna görə. Firəngiz xanım çox sağ olun deyir. Mən də hər birinizə təşəkkür edirəm. Rəqsan xanım, əlavə söz yoxdursa, yəni Teşekkür ederim hər kəsə. 1 saat 15 dəqiqədir biz dedik. Yəni məncə Bəli. suallara cavab verdik. Hamıya minnətdarlığımızı bildiririk. Qoşulduğunuz üçün sizə xüsusi minnətdarıq. Rəqsan xanım, uğurlar arzu edirik. Teşekkürler hamınıza. Çok teşekkür Hamını bir daha gələcək bayramlar münasibətilə təbrik edirik. Sağ olun. Sağ olun.